Salam, əziz izləyicilərim. Bu videoda sizlərə həm çox asan, həm də inanılmaz dərəcədə dadlı olan əsl kənd üsulu lobya qatması plovunun hazırlanma qaydasını paylaşıram. Keçək indi əsas məsələyə. Baxaq görək bu ləzzətli plov necə hazırlanır, hansı ərzaqlardan istifadə etmişəm. Addım-addım hər birini göstərirəm. Resepti tam açıqlamalar bölməsində qeyd etmişəm. Plovun suyunu qoymuşam qaynamağa. İlk olaraq lobyanı əvvəlcədən bişirib hazırlamışam. Düyüyə gəldikdə isə mən bu plovu həmişə yumru düyüdən hazırlayıram. Onu təxminən 3 saat əvvəlcədən duzlu ilik suya islaha qoymuşam. Qozun ləpəsini mütləq həvəng dəstə ilə döyürəm ki, yağlılığı tam üzə çıxsın və ləzzəti plova gözəl versin. İndi isə islatdığım yumru düyünü qaynayan suya əlavə edirəm. Qeyd edim ki, su mütləq bol olmalıdır ki, yumru düyülər bir-birinə yapışmasın və dən-dən olsun. Düyü ilə birlikdə bişmiş lobyanı da qaynayan suya əlavə edirəm. İndi isə üzərinə 2 ovuc duz da əlavə edirəm. Qaynadıqca üzərinə çıxan kəfini yığıb təmizləyirəm. Düyünün bişməyinə az qalmış, tam vaxtında onu aşüzəndən süzürəm. Süzdükdən sonra düyünün üzərinə qaynamış qaynar az duzlu su gəzdirirəm ki, artıq nişastası getsin və düyülər tam dən-dən qalsın. İndi isə qazana bir sıra düyü səpirəm. Üzərinə kişmiş və qoz ləpəsi əlavə edirəm. Bu qayda ilə 3-4 qat təkrar edirəm.
Sonda isə dəsmalı nəmləndirib qazanın qapağına örtürəm. Dəsmalı ona görə nəm edirəm ki, buxarı özünə çəksin və plovumuz daha gözəl dəm alsın. Plov 20 dəqiqə dəm alandan sonra qapağını açıb üzərinə əridib dağ etdiyim kərə yağını əlavə edirəm. Yağını əlavə etdikdən sonra qapağını yenidən örtüb 1 saat dəmini almağı gözləyirəm. Və budur, lobya qatması plovum hazırdır. Üzərinə bir çömçə əridib dağ edilmiş şərə yağı gəzdirirəm. Zövqə görə yeyərkən üzərinə şəkər tozu da səpilir və bu plovun dadına ayrı bir ləzzət qatır. Göz haqqınızı halal edin. Bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Yeni videolarda görüşənədək hələlik.